Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Dairəvi diaqramda bir kursun şagirdlərinin qəbul imtahanında göstərdiyi nəticələr balla göstərilmişdir. Kursda 300 şagird oxumuşdursa, neçə nəfər 200-dən az bal toplayıb? Baxırıq ki, bizə bir dairəvi diaqram verilib və bu diaqramda 350 bal toplayan 50% təşkil edir. 200-dən az toplayanı tapacaq. 5də 1 hissəsi bu diaqramın 200-250 bal toplayıb, 4də 1 hissəsi də 250-350 bal toplayıb. İlk öncə biz hər bir hissə neçə dərəcə olduğunu tapaq. Və yerdə qalan dərəcə də 200-dən az bal toplayandır. Ondan sonra biz ümumi hamısı 300 götürəcəyik şagirdin və 200-dən az toplayan hissəsini tapmalı olacaq. İlk öncə baxırıq ki, 360 dərəcənin 50%, yəni yarısı 180 dərəcədir. Bizim 350 baldan çox toplayan şagirdlərimiz 180 dərəcə təşkil edir bu diaqramda. Sonra 360 dərəcənin 5də 1-ini tapırıq. 360-ı vururuq 5də 1-ə. Və 5də 1-in neçə dərəcəsini təşkil edir? Bərabərdir 360-ı bölüb 5-ə. 36-ın 5-ə böləndə 7, 35, onu da 5-ə böləndə 2. Tapırıq ki, 5də 1 hissəsi 72 dərəcədir. Sonra 4də 1 hissəsini tapırıq. 360-ı vururuq 4də 1-ə. Bərabərdir 360-ı 4-ə böləndə 90 edir. Tapdıq ki, 250-350 arası bal toplayanlar da 90 dərəcə təşkil edir bu çevrədə. Və biz ümumi 360 dərəcədən 180-i da çıxacaq, 72 dərəcəndə çıxacaq, 90 dərəcəndə. 360-dan çıxanda 180-i qalır 180. 180-dən də çıxırıq 72-ni, birinci 90-ı çıxırıq, qalır bərabər 90 dərəcə. Bu 90-dan da 72-ni çıxırıq, bərabər də 18 dərəcə. Biz tapdıq ki, bu 360 dərəcəli çevrədə 200-dən az toplayan 18 dərəcə təşkil edir. Deməli, ümumidə 300 şagirdin olduğunu deyir. Biz tənasüb quracaq. Yəni, ümumi çevrə hamısı, yəni diaqram hamısı birlikdə şagirdlərin sayı 300-dür. Deməli, 300 şagird ümumi tam çevrəni təşkil edir, 360 dərəcədir. Bizim dairədə. Bəs neçə şagird 18 dərəcə olar? Həmin o neçə şagirddə 200-dən az toplayan olacaq. X şagird də 18 dərəcə. Buradan x bərabərdir. Düz tənasib olduğuna görə qarşı-qarşıya vururuq. 300 vur 18. Bölünmüş 360-a. 0 ilə 0 ixtisar olundu. 18 ilə 36, 18-ə ixtisar olunur. 1, 2. Surətdə 30 məxrəcdə 2 qaldı. 30-u da 2-yə böləndə bərabərdir 15. Deməli, biz tapdıq ki, 200-dən az bal toplayan şagirdlərin sayı 15-dir və 15 də A variantına uyğun gəlir. Dostlar, testlə bağlı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağam. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.